Ağdadaş Ağayev ona çıxarılan hökmdən danışdı. Video keçməzdən öncə Xəbərlər 12 kanalına abunə olmağı və videonu bəyənməyi unutmayın. Xalq artisti Ağdadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb. Son xəbər az Lentaza istinadla xəbər verir ki, Binəqədi rayon məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ağdadaş Ağayev xuliqanlıqda təqsirli bilinib və ona 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti hesab edilməklə şərti hesab olunub. Bu gün Ağdadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar. Azərbaycan xalqının qarşıdan gələn bayramını təbrik edirəm. Bayram təbrikini evimdən edirəm. Mətbuatda haqqında yayılan bəzi xəbərlərə münasibət bildirmək istəyirəm. Mənə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Mən sizin yanınızdayam. Fəaliyyətimə, hərəkətimə heç bir məhdudiyyət qoyulmayıb. İlk dəfə başıma belə bir iş gəldi və məhkəmə qarşısına çıxdım. Mən həmişə söyləyirdim ki, hüquqi dövlətdə yaşayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi qanunla eyni hüquqa malikəm. Xalq artisti olsam da, müxtəlif mükafatlara layiq görülsəm də fərqi yoxdur. Qanun qarşısında boynum qılıncdan incədir. Xalq artisti vurğulayıb. Xalq artistinin vəkili Asim Abbasov isə deyib ki, Ağdadaş Ağayevin həbs olunduğu barədə rəy formalaşmışdı. Göründüyü kimi o evindədir. Mətbuatda hökmün şərti cəza hissəsi biraz yanlış yayımlandı. Hökmə əsasən Ağdadaş Ağayevə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Sadəcə bu müddət ərzində Ağdadaş Ağayev öz davranış və hərəkətini diqqətdə saxlayacaq.